Allah bak. Bak. Gel cüde. Şöyle neyini al. Al. Gel cüde. Gel. Sen bunu götür. Yapıştın mı? Aç bakın şuralar. Azerbaycan tarihinden, ne böyle yerlerinden, görkəzdən, görülməli yerlərindən balaca məlumatlar. Tam ödədiniz eləmək. Deməli, sizə təqdim edədiyimiz kitablar, qarşınızda olan kitablar, bəziləri Azərbaycan şəhərləri haqqında, Azərbaycanın bitkilər aləmi, heyvanlar aləmi, bəziləri silahlar haqqında, döyüş silah növləri haqqında olan məlumat kitablarıdır. Kitablarda olduqca geniş məlumat verilmişdir, istər şəhərlər haqqında, istər bitkilər haqqında, onların yaranma tarixi, yayılma arealı haqqında geniş məlumatlara rast gələcəksiniz. Gəlin, indi hərəmiz qarşımızda olan kitablardan balaca bir hissəni oxuyaq, həm özümüz üçün, həm də yoldaşlarımız üçün məlumat olsun kitablar nə haqqındadır. Başlayaq sırayla, istədik balaca bir hissəsini oxuyaq. Bitki aləmi botanika elmində flora adlanır. Flora müəyyən bir ərazidə yetişən bitki növləridir. Məsələn, Azərbaycan florası dedikdə ölkəmizdə ərazisində rast gəlinən bütün bitkilər nəzərdə tutulur. Siz oxuyun. Azərbaycanın səyyahət dünyasının ən gözəl hava limanlarından birinə Heydər Əliyev Beynəlxalq Hava Limanına enişlə başlayır və siz qatarla şəhərin düz mərkəzində yerləşən stansiyası da gələ bilərsiniz. Mən sizə Bakı haqqında danışmayacağım, çünki doğulduğum və yaşadığım sevimli şəhərimdən bəhs edən 2 kitab yazmışam. Bakı uşaqları üçün və Bakı mən səni sevirəm. Hər iki kitab da gözəl Bakımızın tarixi və memarlıq abidələri, qədim və müasir tikililəri, muzeyləri və teatrları, möhtəşəm idman qurğuları, hətta Bakının havası haqqında çox şey oxuya bilərsiniz. Su insan həyatı və planetimizdə bütün canlılar üçün çox vacib bir nemətdir. Amma təəssüf ki, təbiətin bu möcüzəsində bəzən məsuliyyətsiz yaşanır. Evinizdə krampdan isti və soyuq su gəlir. Ondan çox qənaətlə istifadə etmək lazımdır. Boş yerə suyun krampdan axmasına icazə vermək olmaz. Küçədə açıq su krampı görsəniz, mütləq yaxınlaşıb bağlamaq çalışın. Unutmayın ki, hər damcı təmiz su əvəzsiz nemətdir. Körfəz okeanın dənizin və ya qurumun içərilərinə qədər uzanan hissəsidir. Boğaz iki quru parçası arasında yerləşən və dənizi okeana yaxud dənizi başqa dənizə birləşdirən su hövzəsidir. Körfəzlər adətə geniş və böyük olursa, boğazlar formaca, uzun və dairədardır.
Bu kitab mənim sizə Biraz möhkəm. Bu kitab mənim sizə suyun nə olduğunu, necə gəldiyini, hansı növdə qalır və bunu içməkdən necə qorunmaq bilərsiniz. Və həqiqəti danışacaq. 1992-ci ildə Şamaxıda güclü zəlzələ oldu və şəhəri yerlə yeksan etdi. Şirvanşahlar dövlətin hökmdarı 1-ci Axsitan paytaxtını Bakıya köçürmək qərarına gəldi. Beləliklə Şirvanşahların yeni paytaxtı olan Bakı şəhərin tarixində yeni bir dövr başladı. Bu gün günəş lap Bakının günbəzləri kimi çox parlaqdır. Öz səhər yeməyini bitirərək işə başlayan Nəriman dilləndi. Bilirsən, sırf bu 20-ci əsrin əvvəllərində Bakı əsr memarlıq muzeyinə çevrilmişdi. O vaxtlar saraylara bənzəyən imarətlər tikildi. Yəqin ki, siz də artıq başa düşdünüz, kitabları silahlar və onların tarixi haqqında danışmaq istəyirəm. Dostlar, silah hər bir məsələ üçün yaradılsa da, onun hazırlanması o qədər zəkar, istedad və əmək sərf olunur ki, insan düşüncəsinin vücud adamda sadəcə heyrana doğurur. Baş məşqçi Qurban Qurbanov öz çıxmasları üçün örnək və gözəl nümunədir. O, çox tərbiyəli və intizamlı insandır. Güclü və təmkinli xarakterə malikdir. O, zahiri görünüşünə diqqət yetirir. Həmişə baxımlı, qamətli və məğrur duruşu ilə diqqət çəkir. Məsələn, qısımda dedik ki, gəlir insan yemək bişirmək üçün bir neçə deyil qab yazılır. Bunun isə əlində əldə etmək üçün yalnız bir inək var, o idir. İnəyi qabaq dəydirmək üçün bir neçə hissəyə bölmək məcburiyyətində qalır. Halbuki bir-iki qabaq bütün inəkdən beləcə insanların bu icazələr ki, amma ilk bu indi istismar etdiyimiz sillərə və kağız şəkildə deyilir. Biraz ucadan. Capoeira Brazillərdən yaranmış qeyri-adi duyuş sənətidir. Capoeira rəqs mahnını Braziliya musiqi və akrobatik ibarətdir. Onun yaranmağı tarixində çox kədərlidir. Duyuşun sənətin bu növü təxminən 17 əsrdə meydana çıxmışdır. Azərbaycanda 9 iqlim tipi ilə yanaşı 2 iqlim qurşağı var. Ölkə ərazisi təxminən 65-ni əhatə edən subtropik və təxminən 35-ni əhatə edən mülayim iqlim qurşağı. Uşaq psixologiyası sahəsində aparıcı mütəxəssislər təcrübədə yalnız bir növ narahatlığı olan uşaqlara nadir hallarda rast gəlindiyi iddia edirlər. Buna görə də narahatlıqlarının hansı növlərinin mövcud olduğunu bilmək üçün vacibdir. Sizinlə biz indi də bu barədə danışacağıq. Qarabağ adlı iki sözün birləşməsindən əmələ gəlib. Azərbaycan sözü olan qara və fars sözü olan Bağda Azərbaycan dilində qara bir neçə məna daşıyır. Qara kök, böyük və s. Uşaqlar kitabın qalan hissələrini evdə oxuyursunuz. Demək, oxuyanda həm biz şəhərlər haqqında, müəyyən təhqiq sahələr haqqında bilgilərimizi artırır, həm bədii təfəkkürümüz, dünya görüşümüz genişlənir, danışım qabiliyyətimiz gözəlləşir, fikrimiz gözəlləşir. İndi hal-hazırda yay tətilindəsiz, çalışın tətil müddətində çoxlu bədii əsərlər oxumağa çalışın, kitablar oxumağa çalışın ki, dünya görüşümüzü, bilgilərinizi artırırsınız. İndi deməli, uşaqlar diqqətli oluruq. Mən sizin üçün bir hekayə oxuyacağım.
Siz diqqətlə dinləyirsiniz. Sonda isə hər birinizdən hekayənin mövzusu, ideyası, hansı nəticəyə gəldiniz, qəhrəmanlar haqqında, qəhrəmanın xarakteri haqqında sizdən soruşacaq. Diqqətlə qulaq asırıq. Hekayəmiz itmiş təbəssüm adlanır. Bu hadisə lap çoxdan oldu. Lakin Cənub şəhərlərindən birinin sakinləri onu hələ də xatırlayırlar. Həmin bu şəhərdə Arif adlı bir oğlan yaşayırdı. O çox ciddi insan idi, yaxşı oxuyurdu və ev işlərində həmişə anasına kömək edirdi. Amma Arifin oyun oynamaq üçün vaxtı az olardı. Çünki axşamlar evdə hamı yuxuya gedəndə o balaca fənəri yandırıb anasının portretini çəkməklə məşğul olardı. Həyətin dərinliyində günəş şüalarının heç vaxt çatmadığı və ən qaranlıq küncdə kiçik pəncərəli bir ev vardı. Burada şəhərdən təzəcə gəlmiş tənha bir qoca yaşayırdı. O hündür boylu idi və həmişə, hətta yayın isti günlərində belə çox böyük başlığı olan uzun qara plaş geyinirdi. Ona görə də heç kim onun üzünü görə bilmirdi. Heç kim onun adını da bilmirdi. Çünki qoca heç vaxt böyüklərlə söhbət etməz, kəlmə belə kəsməzdi. O arada bir ancaq uşaqlarla salamlaşar, onları şirniyyətə qonaq edərdi. Qonşular bu qoca haqqında yalnız bir şey bilirdilər. O hansısa qəzetdə fotoqraf şəhərdi və həmişə yanında böyük fotoqraf gəzdirirdi. Günlərin bir günü Arif açarları yaddan çıxarıb evdə qoymuşdu. O skamyada oturub anasının işdən qayıtmasını gözləyirdi və birdən qocanın gəldiyini gördü. O həmişəki kimi əyninə qara plaş geyinmişdi. Arif gördü ki, qoca bir qıza yaxınlaşıb ona konfet uzatdı. Sonra da kamerasını çıxarıb onun şəklini çəkməyə hazırlaşdı. Arif ilk dəfə idi ki, onun alçaq, xırıltılı səsini eşitdi. Qoca qıza dedi, gülümsə. Sonra da düyməni bastı. Mənim şəklim nə vaxt hazır olacaq? Qız ondan soruşdu. Lakin qoca ona cavab vermədi və çıxıb evinə getdi. Arif bir neçə dəfə qocanın oğlanların da şəklini çəkdiyini görsə də, heç kəs ondan heç bir şəkil ala bilməmişdi. Aradan bir qədər zaman keçdikdən sonra bir gün Arif qəfildən fərqinə vardı ki, qocanın şəklini seçdiyi oğlan və qızların heç biri artıq gülümsəmir. Onlar kədərli dolaşır, oynamağa çıxmırlar. Uşaqların bu halından narahat olan valideynləri onları həkimlərə aparır, müxtəlif dərmanlar verib, müalicə etməyə çalışırdılar. Arif bir gün bu məsələni araşdırmaq qərarına gəldi. Qaranlıq gecələrdən birində bütün ev çoxdan yuxuda olduğu zaman o həyətə çıxdı və qocanın evinə tərəf getdi. Bəxti gətirdi ki, elə həmin an tufan qopdu. Göydə şimşək çaxdı. Amma bu Arifin qarşısını kəsmədi. O qocanın evinə yaxınlaşdı. Pəncərədə zəif işıq yanırdı. İçəri boylanan Arif bu balaca otağı diqqətlə nəzərdən keçirməyə başladı. Otaqda hər şey sadə idi. Stullar, stol, qardirob, qocanın yatdığı çarpayı. Amma bax, divarlar qeyri-adi görünürdü. Döşəmədən tavana kimi müxtəlif uşaqların çoxlu fotoşəkilləri asılmışdı. Amma onların heç birinin yüzü yox idi. Sadəcə təbəssümlər. Birdən elə bir ildırım çaxdı və güclü külək əsdi ki, pəncərə taybatay açıldı. Arif qorxudan qışqırdı və qoca yuxudan ayıldı. Bu pəncərəyə yaxınlaşıb Arifi öz otağına çəkdi. Amma Arif artıq qorxmurdu. Çünki onun özü bura qocanın sirrini açmağa və itmiş təbəssümləri dostlarına geri qaytarmağa gəlmişdi. Dostlarım artıq heç gülümsəmirlər, həmişə kədərli dolaşırlar ya da ağlayırlar. Heç kim də onlara kömək edə bilmir. Sən niyə belə edirsən axı? Arif qocanın üstünə qışqırdı. Qoca səssizcə çarpayda oturdu və əlləri ilə üzünü tutub ağlamağa başladı. Elə uzun müddət ağladı ki, sanki ömrü boyu göz yaşlarını yığıb, məhz bu günə saxlamışdı. Qoca yavaş-yavaş sakitləşdi və danışmağa başladı. Bilirsən, mənim də uşaqlarım var idi. O qədər sevimli idilər ki, bir gün bir qəzaya düşdük və onlar öldülər. Mən isə lap tək qaldı. Özümü o qədər pis hiss edirdim ki, uşaqlarım artıq yoxdular. Amma başqa uşaqlar həyatdan zövq alır, güllərlə oynaya bilirlər. Mən də onların təbəssümlərini əllərindən almaq, özümə götürmək üçün şəkillərini çəkməyə başladım. Ancaq indi həyat bomboş qalanda, uşaqlar daha oynamağa çıxmayanda nə qədər səhv etdiyimi başa düşdüm. Arif eşitdiyi bu əhvalatdan bərk qorxdu. Amma yenə də ayağa qalxdı və divardakı fotoşəkilləri qoparmağa başladı. Sonra o və qoca birlikdə kiçik bir ocaq qaladılar və bütün fotoşəkilləri onun içinə atdılar. Ertəsi gün həyətdə əsl bayram idi. Bütün qonşular uşaqlarla həyətə çıxmışdılar. Hamı gülümsəyirdi. Yəqin ki, uşaqlarımıza tutan kömək etdik. Yağış bütün dərdlərimizi büyüyüb apardı və indi balalarımız yerindən gülə bilirlər. Qonşular bir-birinə bu sözləri deyirdilər. Həqiqət isə ancaq Ariflə qoca bilirdi. Qoca isə o gecədən sonra ilk dəfə idi ki, həyətə çıxıb
cəmaatın yanına gəlir və uzun illərdən bəri ilk dəfə gülümsəyirdi. Hekayəmiz bitdi bu qədər. İndi hekayə haqqında əsərdə bizə yazıcı nəyi demək istəyir, qəhrəmanın Arif olsun, qoca olsun, onlara münasibətimizi bilir. Baxaq görək. İlk sənlə başlayaq. Sual əsərin əsas elə ki, mövzusu, ideyası, burada yazıcı bizə nəyi bildirmək istəyir, nə nəticə çıxartdın əsərdən? Yəni o qoca özü şey deyildi, gülmürdü falan, ancaq o oğlan onun hər şeyi həll edirdi. Ancaq məhəllədəkilər bilmirdi ki, o oğlan deyib, belə fikirləşdilər ki, özləri düzəldilər. Yəni mən necə deyim, Əsərdə qocanın, məsələn, müsbət obraz kimi nəyi deyə bilərsən? Yəni, əsərdə qoca mənfi obrazda verilir. O müsbət cəhətin nəyi izah edə bilərsən? Onun müsbət cəhəti yox idi məncə, o qədər mənfi idi hamısı çətin. Əvvəl mənfi roldaydı, amma sonra səhvini başa düşdü, Arif ilə birlikdə fotoşəkillər hamısını mənfiləri uşaqların gülüşlərini özünə qaytardı. Sən nə düşünürsən? Arifin yerində olsaydın, sən nə edərdin? Mən də elə onu eləyərdim. Uşaqlara kömək eləyərdin. Uşaqlara kömək. Sən? Olsaydı vardı, uşaqlara kömək eləyərdim. Mən də. Deyil, sən? Mən də. Bəs buradan başqa bir nə nəticəyə gələ bilərik ki, uşaqların bu elədiyi hərəkətlərə, məsələn, orada görürsünüz, qoca uşaqlara konfet verir, onların şəklini çəkir. Yəni, uşaqlar nə edirlərdir, həyətdəki digər uşaqlar? Yəni, tanımadığımız adamlardan biz heç nə almamalıyıq. Valideynlərin icazəsi olmadan başqasına bizim şəklimizi səhməyinə icazə verməməliyik. Bu nəticələri biz özümüz üçün çıxarmalıyıq. Yəni, yalnız orada Arifin və qocanın hərəkətləri deyil, həm də bizə bir məlumat ötürülür, bizə bir uşaqların aydınlanma kimi, yəni ki, uşaqlar başqa tanımadığı insanlardan heç nə almasınlar, valideynlərin xəbərsiz heç bir iş tutmasınlar. Yəni, əgər valideynlər bilsəydi qocanın bu hərəkətlərini əvvəldən, yəni heç bir valideyn icazə verməzdi və yaxud da şəkili tələb eləyərdilər fotoqrafdan. Sən nə düşünürsən? Məncə, qoca onun uşaqları öldüyü üçün başqa uşaqlara kömək eləməlidirlər ki, onlar da ölməsinlər, yaşasınlar, yaxşı ailə sahib olsun. Yəni, o digər uşaqların heç bir günahı yoxdur. Yəni, qocanın həyatında pis bir hadisə baş vermişdir, tamam. Amma digər uşaqların heç bir günahı yoxdur. Yəni, onun həyatında o bədbəxt hadisənin olmasının uşaqlara aidi yoxdur. Sən Arifin yerində olsaydın, sən necə kömək eləyərdin uşaqlara? Fərqli bir yol, məsələn, fikirləşin. Başqa hansı yolla kömək eləyərdiniz uşaqlara? Arif düz eləmişdimi? Vermirsən, sən ver. Mən də kömək eləyirdim. Konfet verirdim, belə şeylər. Necə? Konfet verirdim. Uşaqlara konfet verərdi. Sevindirmək üçün uşaqlar. Başqa hansı fikirləri var? Məncə qoca mənfi xarakter kimi çox da verilməyib. Əslində baş verən hissləri üzüntüsünə görə nə etdiyini anlamayıb və depressiyada olduğu üçün səhv hərəkət edib. Amma axırda anladığı üçün məncə o da müsbət xarakter istəyir. Müsbət tərəfdən baxa bilərik. Mən də konfet verirdim. Uşaqlara. Sən nə düşünürsən? Mən də konfet. Baxsa sən? Yaxşı tərəflər də var, yanlarında tərəflər də var. Bəs Arifin hərəkət haqqında, Arifi necə xarakterizə edə bilərsən? Arifi 3 sözlə, 4 sözlə Arifin xarakteri haqqında hansı sözlərdən istifadə edirsən? Necə oğlan idi Arif? Çalışqan idi, valideynlərini düşünür, anasına hədiyyə hazırlayır, anasına gün hazırlaşırdı. Həm də cəsarətli idi, heç kimin, bəlkə də o yaşlı uşaqlardan heç kimin cəsarət edə bilmədiyi bir addım atdı, qocanın evinə getdi ki, aydınlaşdırsın, uşaqlara kömək eləmək istəyirdi. Sən nə düşünürsən? Arifin olsaydı sən nə edərdin? Uşaqlara kömək, elə bir cəsarət elib gedə bilərdin tək? Çox sağ olun uşaqlar. Bitirdin? Burada olan tərəflərə.